Deməli bilirsiniz ki, qarşıdan 8 mart gəlir. Mən bugün getdim qızlarım üçün 8 mart hədiyyəsi aldım. Dedim 8 martda verərəm, amma tərəzi büdcələri məni başa düşər. Heç nəyi gözləməyə səbrimiz yoxdur, xüsusilə sürprizləri. Gəlin indi bir yerdə baxaq görək qızlarım üçün nə almışıq və niyə almışıq. Deməli, indi bir açıqlamalarını verəcəm. İlk öncə kimin hədiyyəsi nədir, onu göstərirəm. Bu, əsnatımın hədiyyəsidir. Mənim aşko-kuşko qızım. Tam ona layiq pəmbiş-məmbiş meyvə qoxulu, əsl uşaq üçün də belə deyim. Bu, Mərişimin hədiyyəsidir. Mənim Məryəmim özünü doğa kraliçası elan eləyib, təbiət kraliçası, tam ona layiq. Bu isə Rabişimin hədiyyəsidir. Nəyə görə Rabi bu parfümü almışam, gəlin onu deyim sizə. Bu Rabiyənin anasının, yəni Əminə xanımın parfümüdür. Rabiyə bunu 3 ildir qutusu ilə birlikdə makyaj masasının qarşısında saxlayır və nə heç kəsə icazə vermir vurmağa, nə də ki özü vurmur. Soruşdum, niyə işlətmirsən bunu? İçində qalıb yarıdan çox. Deyir, anamın qoxusudur. Anamın qoxusudur. Birdən işlədərəm, qutarar, sonra iynəyə bilmərəm, gedərik. Ürəyicə doya-doya anasının qoxusunu ala biləcəyi bir hədiyyə eləmək istədim ona. 8 martı biz həm də analar günü kimi qeyd edirik axı. Ona görə inanıram ki, sevinəcək. Getdik. Annesinin bal kızı, annesinin biricik canısı, cennetim